Assalomu alaykum. Xonadonlar yaxshimi? Alloh salomat qilsin. Men bu kitobni bir do'stim İstanbuldan ağaç keldi hediyalik. Balalarımı kütüş üçün. Benim oğlum 3 yaş kirdi. Çoğun balam desem oldu. Yeni biz 2 yaş. İkisinin arası 1 yaş fark var. Bu kitapni belki mesela başqacha o'rgatgan bo'lishinglar mumkin. Men o'rgatishim usulimni sizlarga deb bergim keldi. Lekin haqiqatan yaxshi kitob ekan, bek rozi bo'ldim. Unga hadiya qilgan do'stim Alloh rahmat qilsin. Bu kitobda ko'ringanlardagi meva, ko'ktatlar, hayvonotlar, ranglar hammasi bor ekan. Hatto shakllardan boshlab hamma narsa bor ekan desam bo'ldi. Bu yerda zaten o'zingizlar ko'rganlarga o'xshash 5 soni bor ekan. Andan keyin men oldi bilan bolalarimga, asosiyatdan bolalarim bu mevalarni tunib bulug'liq. Bir qator mevalarni tunishtirdim. Andan keyin ma tarafda ama adamning do'koni. Dedim, biz meva qilib boramiz bu odamning do'koniga. Undaq bo'lsa siz qaysi mevani olasiz dedim. Mevaning ismini dedi. Undaqda biz mevani aplab bu odamga qanday qilamiz deb pul beramiz, pul berib bu mevani olamiz deb meva ilib setishni o'rgatdim. Qaysi mevani olg'ingiz bor debdi. Andan keyin bu odamning do'konida qanday mevalar bor ekan avval ko'rib boqib, andan keyin biz qaysi mevani olaylik dedim. Mening o'g'lim bananni yaxshi ko'rganligi uchun bananni tanladi. Lekin app bo'lib biz pulni beramiz, qanchalik pulni beramiz deb pul beramiz, masalan qanchalik olamiz degandek men o'rgatdim. Bu 1 kiloni nimani bilmagandan keyin oldi bilan shu mevalardan qanday meva ekan bu odamning do'konida bir ko'rib boqaylik deb bu odamning do'konidagi mevalarni ko'rdik. Andan keyin o'g'lim bir meva tanladi, shuni oldik. Bundan keyin biz nim beramiz, pul beramiz deb shu pul berib elishni buni o'rgatdim. Andan keyin bu mevalar nerede yetişip chiqadi desak, mana bu yerda bog'ning nimasida bor ekan. Har xil mevalar, bular daraxtni bog'larda, etizlarda bo'ldi. Bular uzib, mush bozorga olib sotadi deb bularni kelib chiqish jarayoni nerlarda o'sib chiqadi bularni bu yerda tushuncha berdim. Şu holatda o'rgatdim mevalarni. Andan keyin bu ko'ktatlarga kelsak, hamma ko'ktatlarni bir qator ismini tunib bo'lgandan keyin ba'zan bir ko'ktatlarninki masalan savziga bek yaxshi ko'rdi o'g'lim. Pomidor bilan pomidorni qo'yish ajoyib yaxshi ko'rdi desam bo'ldim. Tamoqni o'rnida yeydi desammi? Buni yeyishdan keyin foydalari, mevalarning qaysi meva nimaga foyda qildi deb shularni bir qator tushuncha so'zlab qo'ydim. Ashuna deb berdim, ammo savziga vaqtda ko'zimizga foyda qildi deb yeydi hozir. O'sha holatda tunishtirib bo'lgandan keyin bu qizningki bog'larda sayko'ktatlarni sug'urayotganligini, shunda sug'urib, andan keyin o'sadiganligini tushuncha berdim. Andan keyin mana bu etizlarda agar qachon buvaylar, mo'maylar shundoq ishlab, bizga mush mevalarni ekib, mush sayko'ktatlarni ekib setib turdi. Pakiz, bek foydali deb shunday tushuntirib qilib berdim. Men etizlarga o'nidi, mana shundoq sug'urib, andan keyin pishgandan keyin uzib, bozorga sotadi deb shunday nima qilib berdim. Andan keyin bu uy, andan keyin bu uyninki hamma yerlari bor ekan, mana ko'rganlarga o'xshash, bu yotoq, tozliq uy degandek qilib berdim. Andan keyin bu yerda men oldi bilan bolalarimga bizning uyda nimalar bor ekan deb uyimizda bor narsalarni bu yerga topqizdim. Uyimizga o'xshaydigan narsalar deb. Andan keyin ismi nomini deb bo'lgandan keyin, to'g'ri. Uni topqizgandan keyin bu sapani nerede qo'yamiz deyman masalan. Andan keyin nerede qo'yamiz sapani, bu karvat nerede turdi deb hamma narsani turadigan o'rnini deb berdim. O'rnini, nerede qo'yganligimiz o'rnini tunishtirib o'rgatdim. Shu holatda o'rgatgan bo'ldim. Andan keyin bu yerda bor yine bularning ismini tunib bo'lgandan keyin bular nerede qo'yamiz, nerede turdi degandek. Andan keyin ma kiralg'i desa kiralg'i nima ish qildi. Andan keyin to'g'latib qo'ygan nima qo'yamiz degandek. Ashundaq deb berdim. Masalan, kiralg'i desa kiralg'i kiyimlarni yuydi deb masalan javob berdi. Shu holatda qildim. Bunidek degandek hammasini. Bularni zaten hammasini ismi deb bo'lgandan keyin bular nerede turdi deymiz. Buni oshxonada turdi deydi-ku tabiiyki. Shu holatda tushuncha berdim. Undan keyin yana birga men qo'shiq bilan chatal kelgan vaqtda men buni tushuncha berdimki, mening o'g'lim davomli oristaydi-ku. Shunga men qo'shiqda qanday tamoq yeymiz, buningda qanday tamoq yeymiz, buningda masalan polo yeymiz deb bersam, buningda biz odatda ko'zini hamda tushni boshlaganlik uchun men chatal birmi, ora birmi uzun osh yeymiz, lag'ma yeymiz deydi. Bu holatda nima qilib berdim, yoki cho'qib yeydigan salataliklar degandek.
Aşındaq düşənçə bir askısını ayırıb biriklik. Şu halətdə ügetdim. Kiyim kiçəklər bolsa, bunun qışlıq yazlığını ayırıb bədim. Mesela mana hava soğuk vaxt tikirimiz, mana hava issiq vaxt tikirimiz. Bu qızlarının da asasiyyətli ma qızlarının həmmisini. Ondan keyin ma oğullarınki bu yerdə ma kiyimlərin arasında qışlıq yazlıqni ayırıb ügetdim. Sizlər bəlkə şimdi ügetken buluşana mümkün. Mən fəqət lambada düşənti bədim. Ondan keyin yeni bir yerde biz özümüzün Uygurluğunu mıqılış üçün biz Uygurlarınki örüp döpü bilen köynekimiz var. Qaran heç qandaq yerdə yox. Bizning lamba deb bunu düşəndirib qoydum. Heç qandaq yerdə bundan yox. Bizning Uygurlarning lamba deb onu düşəndirib qoydum. Ondan bu hayvanlarınki bu aldı bilen hayvanatlar baxçıq barayla deb meyəyə bağandaklam. Qaran bu yüzüğü badıq bu yüzüdə hayvanlar barkən, nəmə barkən bir kurab baxaydaq. Meyədik hayvanlarınki heç göstərib qoğandan keyin biz mayədə bu hayvanlarning apısı bilen dadısı, balalarını üyenip, isimlerini üyendik. Kızım ekan ama yana açayım. Ondan keyin bu hayvanatlar baxçıdım bu. Bu hayvanların aldı bilen ismini tundan qalqamızın tepik bolğandan keyin bu yerde biz hayvanların apısı bilen balısı bakın. Müşkəni tunduq. Bu yerdeki ma hayvanlarınki ormanlıqda yaşaydıqlarımızdır. Bundan qorxmayımız degəndək. Bularını ügetdim. Bu hayvanlar bu normal özümüz ügetkenimizge oxşaş. Bunu bilesizler belki ben. Şunda boşuma yine digim geldi. Kızım dokunmayımız. Şunda ügettim. Hayvanlarımız şekilde. Kuşlarını şunda ügettim. Kuşlarını asmanı şunda qalları. Alaydilikə bağ degəndək. Amma yerde mağdında muz çıxıdı degəndək. Hayvanlarını üstəm güç hayvanlarda çıxıdı degəndək. Şunda dep verdim. Kuşlarını asmanda uçup, dərəxlərdə qonup durğanlıqı. Bularını dep verdim. Biliklardan mı? Hem şundaq biliklarını aldı bilen tunup aldık. Tunup bolğandan keyin men moyadan aşnağa oxşaş biliklarını tipalarını bilik mesela Yunus biligi desem meyəyə kelip Yunus biligini tepip degəndək. Şu halatda madangızın tapqılı saldım. Tapqılı səp bolğandan keyin siz qaysı bilikni yaxşı görürsünüz? Mening oğlumning Yunus biligi bar uyda. Şu Yunus biligini yaxşı görmən deydi davamlıq. Muş halatda ügetken bopdimi? Anadaki mayədə bolsa şarlarda rənglərini tunub bolğandan keyin mən aldığım bir yağ tızdıqan nəmələr bar rənglik nəslərinə gəlib ma qaysını oxşaydıqında silişdirgili saldım. Aldıq rənglik aşının rənglik nəslərini aldıq taşlab birib məsələn maran qaysını oxşaydıqan yəni təpbiq qəyən dedim. Şu halat tapqılı saldım. Ondan keyin yeni birgə ma yerdə apelsin rəng desək məni bu niməyə oxşaydıqan deb bilmədim. Mana qızıl desə bu qaysı meyvəyə oxşaydıqan desəm məsələn alma deydi. Şu halatda rəngli tapqılı tunuqulu saldım. Meyvələrin qaysı rəng oxşaydı deyəndək. Bədim ma yəni ma güllərin arasıdır. Ma yapraq kök rəng deyirsək bizim bayrağımızın kök rəng, qoğur rəng, bu yerləri asmar rəng deyəndək. Muş rənglərdən asas qılğan halətdə mən ma şarını tapqılı saldım. Ma yəni məsələn mana hazır bu bilan Quyaş rəng, quyaş sarıq rəngdə desək, mayadan sarıq rəng tipdən dəymə. Ondan keyin mayada tuxum aq rəngdə desək, aq rəng tapqılı salım. Şu halətdə mayadan ma yerdəki nərsələrdən mayada rəng tutqulu saldım. Şu halətdə də ügetdim. Şəkillərini ügetib bolğandan keyin mən bu çəmbər şəklini niməyə oxşaydı deyim məsələn. Oğlum saatga oxşaydı deydi yoki pisağa oxşaydı deydi. Pisani yaxşı görgənlik üçün. Ondan keyin bu kvadrat niməyə oxşaydı deyimə. Bu yıldız şəkli niməyə oxşayırsan təbii ki yıldız deydi. Şu halətdə bəzi nimələrini tunduqulu saldım. Ondan keyin həm bunun da həm yeni bir nəsə rəngini mütləq tunayalaydıkən rəngli qoğanlıq üçün pek yaxşı bilən kitabkən. Məsələn çəmbər qanda rəngdə desəm qızıl rəngdə deydi. Niməyə oxşaydı? Pisağa oxşaydı deydi. Ondan keyin ay qanda rəngdə niməyə oxşaydı? Banana oxşaydı deyəndə şunda ügetdim. Həm biraqlam hem binasını tam istediğimi deyim müstahkem qilish üçün qayt təkrar bolsun degəndək. Rənglərin birgə ügünüb olsun, şəkillərin tonuşunu ayrı fərq etsin degəndək şu halətdə getdim. Anki sallanım həm şundaq birləşik işləb sanab bolğandan keyin mən aldığa bir nərsəni tizib həm də sanab baxıma qançıgəndəyimi sanab bolğandan keyin yerdən şu sanını tepəndəyimi şu halətdə qıldım. Oyuncaqlarını tizib qoyub. O yerdən məsələn maşını qatnaş vasitələrini öyrəngən vaxtımızda bu adamların toşuydu, bu yük toşuydu degəndə bunlarınki nimiş qıldığanlıqını tunuşdurdum.
Mesela doktor maşinesi nerede bardı nemiş kıldı, sakçı maşinesi nerede bardı nemiş kıldı degendek. Ama kızılçırak yanıga nemiş kıldı maşina degendek. Bularını otunup bululuk zaten. Şu halet tügettim. Bularımı hem tabii ki tunuşturup arkadaş ügettim. Sudu mağudu degendek. Sudu mağudu, ayrıplan asman doşçudu. Bu denizde mağudu degendek. Tükçan asman doşçudu. Şu halet tügettim. Ukumlağı kelge vaxtımızda